Qlamur nədir? Qlamur. Söz tanış gəlir, ancaq cavab verəməyəcəm. Bəli? Qlamur. Qlamur. Göz. Çay. Necə? Çay. Qlamur, yəni özüm deyəmirəm. Pisdir, yaxşıdır. Yaxşı. Yaxşıdır. Qlamur xanımı beziyən gözəl bir naxış mı deyim? Əslində naxış desəm daha yaxşıdır. İçki. Qlamurdan içmisən? Düz eləyirsən. Yəni ki, necə deyim? Dünən nə var? Qlamur bəzənən düzənən qızları mənim təsəvvürümə gətirirəm birinci. Bəs bəzənən düzənən oğlanlara? Elə bir onlara necə deyim? Bəzənən düzənən oğlanlara kimi baxıram. Necə baxırsan onlara? Pis baxmıram. Yəni ki, özünə uxajvət eləyir də, belə deyək. Glamurlu, biraz renkli, biraz şıltaq, biraz çılğın. Parlaq. Bəli. Adi termometr var ha, qoltuğun altına qoyduğumuz. O hansı maksimal temperaturu göstərə bilir? Hamam 40-50 arası olar, amma dəqiq deyəmərəm. 100. Məlumatım yoxdur. 39. 40. 41. 42-də səhv eləmirəmsə. Bəs termometr yoxdursa, insanın temperaturunu necə ölçmək olar? Temperaturunu biz dərsdə ondan keçmişik. Prosta tamamilə yadımda qalmayıb. Harda oxumusunuz ki? Tip texnikumunda. Nə deyirdilər orada? Termometr yoxdursa insanın qızdırmasını hansı yolla ölçmək olar? Dəqiq yadımda deyil. Vallahi əlinimizə, alnımıza, dadımıza qoyuruq elə. Bilirsiniz ki 37-dir, 37 Yəni kilo. hiss olunur da. Temperaturun mənası odur ki, yaxşı gərək qidalanasan, yeyəsən. Sənin də temperaturun olmayacaq. Özdə ki, bu mozaikaları vururlar, bax buraya. Allah onların canlarını sağ eləsin. Ancaq ki, bunu bütün bizim respublikamıza vursalar, çox gözəl olur. Yavaş-yavaş da, yəni buradan... Birdən olmaz da, indi qulaq askıyla deyil, sən zamansan, söhbət onu. Sən bu saat gedib kök alsan, kökün qiyməti en qədərdir. Apelsin alsan, apelsinin qiyməti en qədərdir. Sonra mandarin alsan, en qədərdir. Çuğundur alsan, en qədərdir. Gərək sən bu qidalanasan ki, sənin temperatur olmasın. 28 gündən ibarət cəmi neçə ay var? Necə? 28 gündən ibarət cəmi neçədən ay var? 11. Bir ay var. Hansı aydır? Fevral ayı. Bir dənə. 28 gündən cəmi neçə həftə var? Neçə ay var? 28 gündən ibarət cəmi neçə ay var? 11-də. 12-ci 28-29 fevral ayıdır. 4 ildən bir dəyişir də. Neçə ay oldu cəmi? 4 ildən bir. 11 ay eləmi? Fevral. И то высокосный, вот если высокосный. Fevral. Düzgün cavab. Heç bir şey. Hansı rolda oynamaq istəyərdiniz? Baş rol. Məncə layiqəm. Məşhurlardan, aktyorlardan. Tom Cruise olar yəqin ki. Kino ilə heç aram yoxdur. Fəhlə babayam belə. Yox, yəni bir hansısa bir qəhrəman rolunda falan istəməzsiniz? Yox, elə para. James Bond. Yox. Super Mario. Yox, elə Super Mario yaxşı oldu. Deyirəm. Belə də olur. Çəkilmək istəmərdim, istəməzdim. Amma siz yəni mənə elə gəlir ki, gözəl bir xanım obrazı yarada bilərdiniz. Təşəkkür edirəm, amma istəməzdim. Oldu. Gələk başqasına təklif edək. Gəllər məni çəkmək istədilər kinoya. Neger. Neger sifətində mən orada çəkilməliydim. Ona görə arğam, biraz bir balaca Qarayanız. Qarayanız, həm də ki bilirsiniz, o vaxtlar bizim yaxşı qumlarımız vardı.
Gəlirdik orada zağar alırdık, şıxıb da dincəlirdik əməli başlı. Onda gün də bizim üstümüzdeydi, həm də zağar pneumat eləyirdik. Siz amma deyəsən çəkilmədiniz o vaxt. Yox, çəkilmədim, ancaq ki, istəyərəm bilsən, mənim bu Respublika Azərbaycanıma can sağlığı versin. Sylvester Stallone, Steven Seagal. Onlardan ikisinin birinin yerində. Sylvester Stallone. Hansı filmdə? Неудержимый. 3. Yəqin ki ucuz film. Sizdə alınmayacaqdı. Siz çox qəşəngsiniz ucuz filmləri üçün. Sağ olun, necəsiz? Xarici, milli yoxsa türk? Gəl belə deyək, milli. Milli Babək. Babəkin yerində. Bəli. Türk kinolarında Türk kinoları Kadir İnanır. Kadir İnanır. Bəli. Və nəhayət xarici kinolar. James Bond. George Clooney. George Clooney. Yes. Of course. Thank you very much. Not at all. Neçə yaşdan sonra açıq-saçıq səhnəli filmlərə baxmaq olar? 1 yaşından sonra. 1 yaşından sonra. Sən özün bu yaşdan sonra baxmısan. Yox, biz indi görürəm ki, indiki uşaqların elə 1 yaşından sonra belə hamısı baxır ona Sən görə. özün neçə yaşdan sonra baxmısan? Mən heç baxmamışam. İndiyə kimi baxmamısan. Sənin neçə yaşın var? 19. Mən baxmağa elə o vaxtlar 22-25 yaş arası Yadındadırmı o birinci baxış, birinci seans? yadımdadır. Necə idi? Çox Təəssüratlar maraqlı. şoka düşmədim. 50%-in 50%-ə. 17 yaşından sonra. 18 yaşında. Mən bunu xanıma söylədim. 20. 20 yaşında. Mən fikrimcə 18 yaşından sonra. Bəs sizcə? Məncə heç baxmamalı. Nəyə görə? Siz neçə yaşından baxmısınız? Mən baxmamışam. Hələ bax 18 yaşına çatmamısınız. Aydın, bax yaxşı. Orta yaşdan sonra. Təqribi. Təqribi 45. Səncə 45 yaşı gec deyilmi? Mənə elə gəlir yox. İndiki zamanədə yox. Sənin neçə yaşın var? Mənim 24. 24. İndi sən də 45 yaşı gözləyirsən yoxsa artıq? Əgər söhbət cavanlardan gedirsə, yəni fərq eləməz. Onsuz da baxılır. Amma belə məsəl üçün məsləhət görürəm 45 yaşından sonra. 18. Özün neçə yaşdan baxmısan? Özüm biraz tez. 18 yaşından sonra. Sənin neçə yaşın var? Mənim 17. 17. Hələ yaşın çatmayıb baxmağa. Yoxsa baxmısan, xəbərimiz yoxdur. Yo, baxmamışam. Yalan demə. Ay, ya utandı uşaq. Necə olur ki, uşaqlar dünyaya gəlir? Dünyaya gəlir. Həyatda necə olursa elə. Onu deyəmərəm. Fioloji bir durumdur. Uşaqlar necə dünyaya gəlirlər? Necə izah edim onu? Bilmirəm. Ice gətirir göydən. Onda mağazin alıb gətirirlər. Yox, daha çətin sözlərlə. Daha Dükanlara yapışacaqlar ki, mənə uşaq ver. Daha çətin sözləri ona hər adam uşaqlara satmırlar təbii ki. Anaya apaya satırlar. Müəyyən bir yaş həddini keçəndən sonra. Neçə yaşdan sonra? Hətta ki 20 yaşdan sonra. Bir də görsə ki, uşaq anadan olan kimi qışqırır, ağlayır. Nə mənaya gəlir bu? Mənası gəlir ki, mən gəlmişəm həyata. Başa düşdüm. Yaşıl rəngdə insan görəndə nə etmək lazımdır? Yaşlı rəngdə insan görəndə nə etmək lazımdır? Yaşlı rəngdə insan var. Var, svetoforda yaşıl rəngin içində insan. İnsan var. Maşın yolunu keçmək lazımdır. Yaşlı rəngdə görəndə Fionanı tap Fiyanına gətirmək lazımdır. Kimi? Fiona. Yaşlı insan olur ki, Svetoforda yaşıl işığın içərisində bir insan var. yaşıl yol svetofor o deməkdir ki, yaşıl insan görəndə yaşıl. Yaşılı keçmək lazımdır da. Yaxşı rəngdə insan qaçmaq lazımdır. Nəyə görə? Çünki yaşıldır. Gəlir sənə də yaşıllayar, hə? Yaşıldır. Svetofordan düşürsünüz. Ay sağ ol. Maşınla keçər. Maşınla keçərsən. Bəs pişkom olsan nə edərsən? Şükam olsam dayanarım. Yaşıl rəngdə dayanarsın.
Salam əleykum. Bir dənə belə sual. Bu svetoforda dayanıb şey satanlar var ha. Onlar nə satsa məqsədə uyğun olar? Onlar elə gül satsa məqsədə uyğun. Başqa? Başqa qazet bir də kont. Nə bilim, yol satsalar yaxşı olar da, probka olmaz. Nə satsalar? Boş yol. Boş yol. Nətər məsləhətdir? Baxdım. Nə satsalar? Vallahi heç də bilmirəm. Sizə nə lazım olur probkada ilişəndə? Probkada ilişəndə. Probkada ilişəndə şükür Allah da artıq monitorları qoyublar, bildirir də harda probkalar var, harda yoxdur. Amma o uşaqların acınacaqlı vəziyyətidir ki, onlar küçələrdə durub alver eləyirlər də. Yəqin ki, oxusalar ondan yaxşı olardı. Çox sağ olun. Gül satırlar da, nə? Tıxaca nə dəxli var? Tıxaca bir şad eləməsin, ya necə mən? Yox, sizcə nə satmalıdır? Gül artıq satırlar. Nə satsınlar? Diskdən. Diskdən. Sonra? Sonra da nə bilim, peçenliyi də satacaqsın. Probka alıb yesin də, vafledən satda. Sağ ol. Bilməm. Qadınlara gül tutsa. Məsələn, bu indi gül satır. Başqa nə satar? Sizə yararlı olsun. Mənə yararlı. Verişdən. Svetofor. Sağ ol. Bu svetoforlarda dayanıb alver eləyirlər ha. Onlar nə satsa daha məqsədə uyğun olar? Vallahi nə bilim, başqa bir işlə məşğul olsalar lap yaxşı olar. Satmağın burada küçə alveri gedir də. Çox sağ ol. Ürəklərin əslində də pul qazanlar onsuz. Sizə nə lazımdır satsın? Mən heç küçədən al verirəm. Heç nə. Ən yaxşısı heç nə. Təmiz deyil. Heç nə olmamağa. Sağ ol. Fərq etməz. Sizə nə yararlı olar? Fərq etməz bizim. Fərq etməz. Nə satırlar satsın? Satılır. Yaxşı yox, satsın. Yox, əlbət hamısı yox. Olmaz. Olmaz? Bəs nə satsınlar? Gül üstünə. Beşlə. Niyə? Geçində harda lazımdır orada satsınlar. Yaxşı, yaxşı, sağ ol. Gül. Gül. Gül artıq satırlar, yer tutulub. Başqa təklif edin. İlkin sualımız ondan ibarətdir ki, bu iki cavabımız var artıq. Evet. Bu aktyorlardan hansı qaradərilidir? Charlize Theron yoxsa Bruce Willis? Bruce Willis. Bruce Willis, sən elə fikirləşirsən? Evet. Yaxşı fikirləş. Yes. Tamamilə doğru cavabdır. Təbrik edirik səni. Bizim hədiyyəmiz Mampası hədiyyəsidir. Şəhərdə biyaxdan bu sualı veririk. Heç kəs bu suala inan cavab verə bilmirdi. Sən bildin. Evet. Biz çox təəccübləndik. Sağ ol. İndi bu hədiyyə qazandın. Hədiyyə sevincini kimlə bölüşmək istəyərdin? Bir Dostlarımla. Dostuma bir zəng edərdi. Bizdə bu zəngli yarışmadır. Yəni zəng eləyirsən dostuna, mən Mampasıdan Mampası hədiyyəsi qazandım, sevincini bölüşməlisən. Biz də efirdə yazırıq bunu, səsləndirək. Alo. Salam Erol. Erol ilkindir, eşitsənmi? Hansı verilişdir? Mampası verilişi. Vampası verilişindəndir, eşitsənmi qəş? Vampası verilişindəndir, zəng vurmuşuq, eşitsənmi məni? Bir dənə hədiyyə qazanmışam. Sual verdik dostunuza ki, bu aktyorlardan hansı qaradərilidir? Charlize Theron yoxsa Bruce Willis və dostunuz düzgün cavab verdi. Hansı cavab idi? Hansı bir dənə deyir? Bruce Willis yoxsa Charlize Theron? Siz hansı cavab verdiniz? Bruce Willis. Və düzgün cavab verməklə bizdən Mampası hədiyyəsi qazandı. İnşallah siz də şəhəri gəziniz, sizi də görək, sizə də sual verək, siz də hədiyyə qazanasınız. Necə təbrik edərdiniz dost? Biz bilirsən harda yetim? Vətən kafe var. Hə, vətəndən biraz bəri gəl. Dostumuzu necə təbrik edərsiniz? Dostunuzu necə təbrik edərsiniz?